Həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: qorxmayın və kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və rəhimli Allah tərəfindən verilən ziyafət kimi. İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və həqiqətən mən müsəlmanlardanam deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?